Bağışlayan ve mehriban Allah'ın adıyla hoş gördük əziz dostlar ve bizi izleyen herkese özlerinin təşəkkürümü bildirirəm. Bugün gənclər barəsində mütaliə edirdim. Diqqətimi bir şey cəlb etdi və ümid edirəm ki, sizin de bu danışdığım xoşunuza gələcək və bunu da istəyirəm sizinlə bugün bölüşəm. Bir gənc vardı, uşaqlıqda atasını itirmişdi. Anası onu daim öz himayəsində saxlayar, tək başına böyüdərdi. Artıq məktəb vaxtı çatdı. Anası onu məktəbə göndərir və uşaq məktəbdə öz dostları ilə münasibət qurur. Bir gün müəllim həmən uşaqdan soruşur. Oğlum, niyə digər uşaqlar kimi gülmürsən, hər zaman susqun, sakit vəziyyətdəsən və sənin tənhalığı mən sanki hiss edirəm, dedim. Uşaq cavab verir. Ona görə mənim susqunluğum və tənhalığım hiss olunur ki, çünki mən atasız böyüyürəm. Mən atamı itirmişəm, dedim. Müəllim heç bir söz demədən, sanki müəllim narahat vəziyyətdə heç bir söz demir və həmən o uşaq hər gün olduğu kimi anası ona köhnə paltar geydirir və o uşaq sanki atalı olan uşaqlardan fərqlənir geyimi ilə. Zaman gəlir, orta məktəbi bitirir, universitetə qəbul olur və hər gün universitetə qəbul olduğu gündən mütəmadi öz atasının ziyarətinə gedir. Onun ziyarətini unutmur və atasının qəbir üstə gedərkən günlərin birində belə deyir. Atacan, mən hər gün səni yada salıram. Hər gün mən sənə dua edirəm. Düzdür, sən məni görmürsən. Amma mən namaz qılıram ki, Allah Teala sənin günahlarını bağışlasın. Namaz qılıram ki, sən rahat yatasan. Heç bir harama meyil etmirəm. Sənin ruhun inciməyini istəmirəm. Bu minvallan illər keçir. Həmən o gənc böyük bir alim olur. Hətta konferanslarda iştirak eləyir və konferansların birində müraciət eləyir orada oturan, iştirak edən insanlara. Deyir, adətən atası olanlar belə dua eləyər övladı üçün. Allah balalarımı saxlasın. Allah balalarıma can sağlığı versin. Təbii ki, atalar hamısı bu duanı eləyir. Mən isə hər zaman bu fikirdə olmamışam. Hər zaman demişəm, Allahım, mənim atamın, anamın günahlarını bağışla və mənim atam dünyada olmadığı zaman onun günahlarını Allah'tan təmənna etmişəm. Ona görə hər bir insan uğra imza atmaq istəyirsə, mütləq mənada öz doğmalarını, xüsusilə ata-anaya diqqət eləməlidir. Düzdür, yetim bir gəncin əhvalatı sizə çox qəribə də gəlsə, onun sonluğuna baxın. Böyük bir şöhrət sahibi, böyük bir məqam sahibi. Hər bir insan həyatında diqqət etməlidir ki, mənim uğur qazanmağımın kökü nədir, səbəbi nədir? Deməli, valideynin əlini öpərsənsə, dünyadan gedərkən, ona dua edərkən, onun ruhunu Allah'tan bağışlanmağlığını istəyirsənsə, bu hər bir gəncsin, hər bir cavansın, hər bir insansın bir uğur deməkdir. Əziz gənclər, mən buradan bu ibrətlik bir mesajı verməkdə məqsədim nədir? Ata-ananızın qədrini bilin, sağ ikən onlara ehtiram edin, sağ ikən onların qədrini bilib, onların əllərini öpün.
Allah Resulü demişkən, valideynin övlada etdiyi dua Peyğəmbərin ümmətə etdiyi dua kimidir. Bəzən düşünürük, filan kəsin atası yoxdur, yetimdir. Bəli, yetimlik yoxsulluq deyil, imtihandır. Allah hər kəsi çətinliyə salacaq. Allah yetimin sahibidir. Necə ki Allah Əd-Duha surəsində, Qurani Kərimdə buyurur ki, Ələm yecidkə yetimən fəava. Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi? Dua yetimin silahıdır. Ruhunu Allaha bağlayan gənc həyatda uduzmaz. Ona görə bugün hər bir şəxs uğur qazanmaq istəyirsə, nailiyyət əldə eləmək istəyirsə, yüksək pillələri fəth etmək istəyirsə, mütləq ata-anasına xidmət etməlidir. Öləndən də sonra dua edib Allahına yalvarmalıdır. İtaətdə möhkəm olub Allahının qarşısında, valideynlərin ruhunu qarşısında öz məsuliyyətini hiss eləyən bir gənc heç şübhəsiz uğur qazanacaq. Allah hər kəsi uğurlu etməyi nəsib etsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.